Salam əziz dostum. Sən hal-hazırda pis yaxşı verilişinə baxırsan və birazdan ya buna sevinəcəksən, ya da peşman olacaqsan. Bunu artıq sənin psixikan qərar verəcək. Bu gün biz bəşəriyyət tarixində ən böyük iz qoyan xəbərlərdən bəhs edəcəyik. Əgər buna hazırsınızsa, videonu like edin, başlayaq. Yox, hazır deyilsə, yenə də like edin və hazır olandan sonra baxın. Başladıq. Müğənni Mina Hüseyn. Müğənni açıq-saçıq geyinməlidir. Mənim sevgilim var idi. Ayrılmışıq. Kim sevgilim olsa, gərək işlərimə qarışmasın. Qadağalar həyatı maraqsız edir. Kişi sevinməlidir ki, mən onunlayım. O papağını göyə atmalıdır. Bir mənə baxın, görün heç belə bir gözəl qadını qadağa qoymaq doğrudurmu? O papağını göyə atmalıdır. Ay, Mina, sevgilim. Üçüncü papaqdır uca, vay. Əməkdar artist Nahidə Orucova, 59 yaşım var. Sevmək istəyirəm. Bu sözləri əməkdar artist Nahidə Orucova hər şeyi daxil verilişində deyib. Aktrisa sevgi həsrəti çəkdiyini söyləyib. Elə sevgiyə həsrətəm. 59 yaşım var, cəmi bir dəfə həyatımda sevgi olub. İndi başa düşürəm ki, sevmək istəyirəm. Yaşın nə fərqi var ki, sevirəm səni. Buna görəsən mənim maraqlıdır hansı jurnalist yazır, hansı redaktor yazır. Yəni mən ümumiyyətlə məsləhət görürəm ki, bu xəbər saytları, ümumiyyətlə xəbər portalları kimsə işə götürəndə sağlamlıq haqqında arayış alsınlar həmin insanlardan mütləq şəkildə. Yox əşi, ağzıma King Kong məməşi. Salam. Salam. İş üçün gəlmişdinizsə? Əslində bəli, iş axtardım. Nə bacarırsınız bilmək olar? Selamünaleyküm aziz izləyicilər. Əgər siz də mənim kimi fulu bir dənə maşın istəyir. Bacağımı bir dəqiqə desəm. Yaza bilirəm. Yazı bir də. Əla, siz qəbul olundunuz. Təşəkkür edirəm. Sənəd filan. Xeyr, ehtiyac yoxdur. Sabahdan başlaya bilərsiniz. Sabahdan işlə var. Bəli, bəli. Sən gəlin evdəkilər sevinsin. Zaur Aynur Dadaşovanın qeyri-adi paltarında Gürcü dilində yazılan yazıları belə tərcümə etdi. Görüntülərdən də bəlli olur ki, Zaur xanımın belində yazılan mətni öz bilik səviyyəsinə uyğun tərcümə edir. Mən ümumiyyətlə elə gəlir ki, bu insanın belə səbəbsiz hamıya qarşı aqressiyası var. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Siz Ay Ququş verilişinə baxırsınız. Deyirlər ki, meşə çaqqalsız olmur. Ona görə bugünkü qonağımız Aşıq Daştabanlıdır. Çox sağ olun ki, belə verilişə dəvət etdiniz. İlk öncə Zaur bəy... Səviyyəsiz. Kim dedi onu? Bu günləri bu verilişə gəlmişəm. Onun niyəsi yoxdur. Çox böyük qələt eləmişəm. Müğənni Aynur Dadaşovanın açıq-saçıq paylaşımları ilə diqqət çəkən bacısı Günel yenə aləmi bir-birinə vurdu. Bu aləmi bir-birinə vurmaq sözünü siz ümumiyyətlə necə təsəvvür edirsiniz? Müğənni Aynur Dadaşovanın bacısı açıq-saçıq paylaşım edib. Çimnazın oyuncaq panda ilə pozu müzakirə yaratdı. Fotosessiya zamanı aktrisa ayaqlarını oyuncağın ayaqlarının üzərinə aşırdı. Mən maraqlıdır, bu müzakirə necə olur ümumiyyətlə? Özə panda ilə şəklini də, məsəl üçün, kimə yəni bu maraqlı ola bilər? Çimnazın təzə şəkli çıxdı da, ana, gördünmü? Kim ana? Sən Allah. Az ağayı ilə. Az ağayını neynir o? Az ayıdır da, ana, vəhşi olur. Biz burada bir dənə kişi tapa bilmirik. Cəmaət ucu ayı ilə şəkil çəkdirir. Bir qismətimiz açılsaydı. Amin, amin, amin. Bəlkə sonra biz də ayıya keçərdik. Kuklaya bənzəmək üçün cinsini dəyişdi. Nədir də bu cinsini dəyişənlərə belə bizim bu xəbər portallarında, vəbşi bu redaktorlarda maraq? Bu nə maraqdır axı ki, cinsini dəyişənlər? Ancaq girirlər Google-da cinsini dəyişənlər axtar. Yəni bizim cəmaət ancaq bu maraqlıdır. Mənə çatmır vallahi.
Maşının benzini bitdi, təkərləri partladı. Gülayın başına iş gəldi. Hə. Mən bu xəbəri belə təsəvvür edirəm. Səhər oyandım, dedim ki, naharla başlayım günümü. Evi tərk etdim. Düşdüm aşağı dükana, özümə lazım olan məhsulları aldım. Bundan sonra dükançıya 100 manat verdim. Amma təəssüf ki, dükançıda 100-yə xırda yox idi. Sonra isə heç nə, dükançı 100 manatı götürüb getdi yanındakı moykaya, orada xırdaladı və mənim qalıq pulumu gətirdi. Təşəkkürlər. Bu il dekabr ayının 23-ü keçiriləcək bələdiyyə seçkilərində Ekstrasens Bayram Nurlu da iştirak edəcəyini bildirib. Əldə etdiyimiz məlumata görə Ekstrasens seçkilərə bir tərəf namizəd olaraq qatılmağı fikirləşir. Bir tərəf necə? Bir sözü ilə çox cümlələr başlayır. Bu necə ekstrasensdir ki, bəyən bilmir ki, bu seçilməyəcək. Mən ümumiyyətlə qorxuram ki, bu Bayram Nurlu həqiqətən də insanları hipnoz edib seçiləcək. Bayramın Instagram səhifəsinə baxanda da baxışlardan məlum olur ki, həqiqətən də minlərlə insanı hipnoz etdirib baxdırır insanları. Özünə baxdırır. Bəli. Çünki ağlı başda olan insan niyə durduğu yerdə bayram videolarına baxsın ki? Mən ümumiyyətlə fikirləşirəm ki, Bayram Nurluya uşaqlıqda peyvənd vurulmayıb. Qəfildən bespantov şəkildə videoya girdiyim üçün üzr istəyirəm. Amma qeyd edim ki, AVSS AS Instagram səhifəsində konkurs keçirilir. Yanvar ayın 5-i 5 nəfər pulsuz bilet əldə edəcək. Konkursda iştirak etmək üçün AVSS-in Instagram səhifəsinə daxil olun. Xəbər saytının paylaşdığı xəbər. 2020-ci ildə hansı bürclər varalanacaq? Görəsən bugün saytda nə paylaşım? Cinsini dəyişən yox, nə bilim qalmaqal yox, şəkil çəkdirən az. İndi isə həmişə kimi gündəlik bürclər haqqında. Astrologiya elmi mütəxəssislərin dediyinə görə dekabr ayı dolça bürclər üçün uğurlu keçəcək. Reklamlardan sonra Pərvin Abiyeva gözlərini dartdırdı. Hər səhər tezdən mən burada müəyyən proseslərdən keçirəm. Dırnağımı tuturam, ərzimi yuram, dişlərimi fırçalayıram. Ardını deyim. Çox pul versələr, nəinki erotik filmə də çəkilərəm, lap soyunaram da. Bu adam deyir ki, mən yəni erotik filmə çəkilərəm, yaxşı pul versələr, hətta soyunaram. Yəni bu erotik filmə elə çıxır ki, paltarla çəkiləcəkdir. Gəlin uşaqlar, atışaq, pul yığaq, bu xanıma verək ki, soyunmasın. 100%. Mən inanmıram ki, insanlar buna psixoloji hazırdır. Ümumiyyətlə, yəni Lazım deyil. ölkə buna hazırdır hələ ki. Biz bu filmin çəkilişinə 2 milyon pul xərcləmişik. Cəmi bir dənə səhnə qalıb. Həmin səhnədə bir dənə xoş görünüşlü bir xanım soyunmalıdır. Bir dənə belə bir xanım tap, gəl. Müəllim, nəhayət soyunmağa razı olan bir dənə xanım tapdıq. Bir dənə baxın. Niyə bir nəfər? Çünki başqa soyunmağa razı olan xanım tapılmadı. Bu filmin başını buraxın. Müğənni Rozadan ağılları başdan alan oriental rəqs. Bu necə olur ki? Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim. Müğənninin iddiasına görə aparıcı Elçin Əlibəyli onunla cinsi əlaqədə olmaq istəyib. İddiaya görə Əlibəyli onunla cinsi əlaqəyə girmək üçün illər öncə Kərimlə müqavilə imzalayıb. Kərim isə müqaviləni cırdığına görə Elçin və müğənninin keçmiş həyat yoldaşı prodüser Təranə Səmədova əlbir olaraq ona qarşı oyun oynayıblar. Notariusda hər şey rəsmi şəkildə imzalanıb, müqavilə bağlanıb ki, bunlar cinsi əlaqəyə girəcəklər. Notarius. Notarius, bəli. Var orada elə sənəd. Maraqlanmışam. Zaur efirdə xalq artistinə ayaqqabı hədiyyə edib. Qiymətinə də bax deyib. Verilən atın dişinə baxmazlar. Mən ən azından inanıram ki, Arif mənim köhnə kişilərindəndir. O bu məsələ eşidib. Mən orada təxmini hiss edirəm ki, ona necə xoş olmur o sözü deyəndə ki, onun bir dənə qiymətinə də bax. Ümumiyyətlə belə hədiyyə eləmək istəyirsənsə, qardaş, Qıraqda elə. qıraqda elə də sol əlini verdiyindən sağın heç xəbər olmaz. Belə yaxşı, xeyirxah, müqəddəs, böyük insansansa, nə üçün bunu göstərmək istəyirsən? Bəlkə kompleksi var. Və bu günə olan son xəbər. Mənzurə Musayeva həyatındakı kişilərin sayını açıqladı. O qeyd edir ki, onun həyatında cəmi 3 kişi olub. Möhtəşəm. Bununla da bizim xəbərlər bitdi. O dediyimiz sözlər də bitir. Ümumiyyətlə. Bəli.
Videonu like eləyin. Növbəti videoda görüşərik. Tın tın tın. Tın tın.